ağac bir şəhidin ruhuna həsr olunur. Bu deviz altında keçirilən aksiya Qəbələdə təbiətə sevgi ilə vətənə hörmətin birləşdiyi gözəl bir ənənəyə çevrilib. Əkilən hər ağac şəhidlərimizin xatirəsinə ithaf olunub. Qəbələdə keçirilən ağac əkmə aksiyası təkcə yaşıllaşdırılma tədbiri deyil, həm də xalqımızın birliyini və minnətdarlığını təzahürüdür. Hər il Qəbələdə Zəfər Bayramı ərəfəsində yeni meşələr salınır, şəhidlərimizin sayı qədər müxtəlif növ ağaclar əkilir. Aksiya zamanı Qəbələnin müxtəlif ərazilərində, xüsusilə də Zarağan, Vəndam, Nic kəndlərində minlərlə ağac tinqi əkilib. Eldar şamı, akasiya, fındıq, palıd üstünlük təşkil edib. Bu il xüsusi olaraq Aronia surt alma tinqi də əkilir. Artıq 5 ildir ki, ənənəvi olaraq Zəfər Bayramı münasibəti ilə şəhidlərin ruhunu anaraq şəhidlərin sayı qədər ağaclar əkilir. Bugün də 15 saylı regional müştəsəbat mərkəzinin ərazisində 1 hektar sahədə şəhidlərimizin sayı qədər Aronia və Eldar şamı cinslərindən ibarət ağaclar əkilmişdir. Qazaxda da zəfərə həsr edilən ekoloji aksiya keçirilib. Bakı, Ələt, Qazax, Gürcüstanla dövlət sərhəddi avtomobil yolunun kənarında Yuxarı Salahlı və Qazaxbəyli kəndləri ərazisindən ağac və gül kolları əkilib. Zəfərimizin 5-ci illiyinə həsr olunmuş bu aksiyada iştirak edirəm. Bu tipli aksiyalarda iştirak etmək mənim üçün çox sevindirici bir haldır. Əkilən ağaclara aqrotexniki qulluq da göstərilib. Əli Səmədov, Alməmməd Nəbiyev, Lalə Rəhmanova, Şahnun Qasımova, ATV Xəbər.